ayrı əlacım olmadığına görə elə bu çamadanın üstündə otururam. Baxın. Və qırlar da qırlar deyib canımdan artıq deyir ki, ayaqlarıma o qədər ayaqda durmaq olmaz. Burada da bu qədər insanlar hələ ki gözləyir. Bir partiya getdi, ikinci partiya gəlir. Demək sabah getmək istəyəndə, birisi gün getmək istəyəndə, daha doğrusu ötən gecələri sabaha birisi günə, ayın ikisinə atdıqları var. Yəni hərənin bir tərəf atıblar. Ümumiyyətlə hətta taksidə belə, nə bilim marşrutda belə, raflarda o köhnə var ya, paz avtobuslar, onlarda belə biz porядок yoxdur, yoxdur. Ən mənim ürəyim ağırdan bilsiz nədir? Düşmən mövqeyində durubdu bizim Azalın qiymət qoyanları. Xalq bu vəziyyətdədir. Ekonom bileti 1300 manat eləyib. Allah insafınızı kəssin. Allah insafınızı kəssin. Bizim xalqa düşmən lazımdır ki, niyə belə eləyirsiniz? Kaş ki mənim bu səsimi, bu videomu aidiyyat orqanlar görə və görə ki insanların qanını, bu qiymət bu nə deməkdir? Bu nə deməkdir? Business class 1400-1500 manatdır. Ekonomi qoymusunuz 1300 manat. Cəmaət ailəli, uşaqlı evinə gedir. Bir evə 5 bilet lazımdır. 5 bilet. Bu xalq varlı deyil, bu xalq milyarder deyil. Bəlkə də mən bilmirəm, bu çıxışımdan sonra bəlkə mənim özümün belə Azala problemim olacaq, girişmə problemim olacaq. Amma ən azından mən o çarəsiz insanları, elə mən də çarəsizəm. Heç kəs pulu yerdən süpürüb yığmır. Quşların qanadında, təyyarələrin qanadında hardan hara ölkələr uçub özümüzə bir güzəran saxlayırıq. Onun belə, qazandığımızın belə 70%-ni sizə ödəyirik ha. Burnunuzdan piltə-piltə gəlsin.